Mayın 10-da Azərbaycan xalqının ümumilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü tamam olur. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev öz ömrünü millətinə, xalqına, vətəninə və dövlətinə həsr edərək yaşayıb. Heydər Əliyev həm tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyət. Elə buna görə də ulu öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır. Mənim həyatımın müxtəlif səhifələri var. Çox şanlı, şöhrətli, eyni zamanda çox əzab-əziyyətli. Onların hər biri mənim üçün əzizdir. Ancaq 90-93-cü ildə sizlə bərabər blokada şəraitində, ağır vəziyyətdə, çətir vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağım. Dahi şəxsiyyətimiz 10 may 1923-cü ildə dünyaya gəlib. Bütün yüksək insani keyfiyyətləri ilə Heydər Əliyev elə gənc yaşlarından kamil insan, ziyalı, bir sözlə əsil şəxsiyyət kimi formalaşıb və onun cəmiyyətdəki rolu getdikcə daha da artıb. Heydər Əliyev 1944-cü ildə hələ 21 yaşında böyük uğura imza atmaqla dövlət təhlükəsizliyi orqanlarına xidmətə qəbul olunur və dəyərli ömrünün 25 ilini həmin orqanda ləyaqətlə xidmət keçir. Ulu öndər Heydər Əliyev hələ keçmiş SSR dönəmində 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra Respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental tədbirlər görməyə başladı. Ümumilli inkişafın təmin edilməsi naminə strateji quruculuq prosesinə başlanıldı. Bu proses çərçivəsində milli məfkurənin yüksəlişi kimi təməl xarakterli məsələlər xüsusi diqqət mərkəzində dururdu. Məhz bu cür strateji mahiyyət kəsb edən vəzifə qarşısında ulu öndərimiz Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Heydər Əliyev 2 dəfə 1979 və 1983-cü illərdə sosialist əməyi qəhrəmanı adına layiq görülüb. Sovet dövrünün qaydalarına görə 2 dəfə bu yüksək ada layiq görülən şəxslərin doğulduğu yerlərdə onların büstü qoyulurdu. Bu iş Azərbaycanın xalq rəssamı, heykəltaraş Ömər Eldarova həvalə olunur. Ömər Eldarovun xatirələrindən stat. O, məsuliyyətli bir insan kimi bu işə çox diqqətlə yanaşdı və məni Moskvaya dəvət elədi. Bu büst Naxçıvanda qoyulmalı idi. Abidə üzərində işləməyim üçün Heydər Əliyevin fotolarını çəkdik. Moskvada çəkdiyim bu etüd sonradan Heydər Əliyevin obrazını yaratmağıma çox yardımcı oldu. Statın sonu. Tanınmış heykəltaraş Moskvaya səfəri zamanı Heydər Əliyevi rus rəssamlarından birinin emalatxanasına dəvət edir və büstü ona baxaraq canlı işləyir. O günləri Ömər Eldarov belə xatırlayır. Bu, Heydər Əliyevin həm naturadan işlənilən, həm də sağlığında özünün icazə verdiyi yeganə abidəsidir. Nə bundan əvvəl, nə də sonra özü buna icazə verməmişdi. Bu büstə o çox əhəmiyyət verirdi. Bizimlə Naxçıvanda büstün yerinin seçilməsi prosesində iştirak etmişdi. Ömər Eldarov deyir, abidənin yeri isə heykəltaraşın təklifi ilə Naxçıvanda Möminə Xatun türbəsinin yaxınlığında, indi Əcəmi Seyrangahı adlanan ərazidə seçilir. Ümumilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiya ilə Azərbaycan dili Sovet Azərbaycanında dövlət dili statusunu aldı. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirildi. Ulu öndərin 1993-cü ildə and içmə mərasimində qeyd etdiyi kimi, Azərbaycan xalqı o illərdə tarixinin ən mürəkkəb və faciəli dövrünü yaşayırdı. Məhz o dövrdə üzərinə qoyulan vəzifənin məsuliyyətini dərk etdiyini və bütün həyatını, fəaliyyətini, xalqın ümidlərini doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdi və ümumilli liderimiz bu əzmindən ömrünün sonuna qədər dönmədi. Əlimi Azərbaycan Respublikasının konstitusiyasına basaraq and içirəm ki,
biliyimi, təcrübəmi, qüvvəmi Azərbaycan xalqının rifahına, Azərbaycan Respublikasının rifahına həsr edəcəyəm. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atıldı. Bütün bunların nəticəsində xalqın ictimai, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş baş verdi. Xalqın və dövlətin sabahına inam bərpa edildi. Ölkənin davamlı inkişafı Azərbaycanın qüdrətli bir dövlətə çevrilərək dünya dövlətləri sırasında layiqli yer tutması üçün möhkəm və sarsılmaz təməllər yaradıldı. Ümumilli lider daha sonra 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1%-ni toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. İllərlə əziyyət çəkmək olar. İllərlə ac qalmaq olar. Məhz bunun üçün. Çünki əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm. Öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm, deyən dahi rəhbər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Hakimiyyətdə olduğu illərdə ümumilli lider ölkəmizdə elm və təhsilin, o cümlədən ali təhsilin inkişafına və səriştəli kadr hazırlığına daim diqqət və qayğı göstərib. Təhsili millətin gələcəyi hesab edən dahi rəhbər yaxşı bilirdi ki, elmin inkişafı və yüksək səviyyəli təhsil hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amillərdən biridir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Ulu Öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdı. Heydər Əliyevin dillər əzbəri olan kəlamı var ki, bu kəlamı Azərbaycana sonsuz sevgidir. Hər bir insan üçün onun milli mənsubiyyəti, onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Azərbaycan xalqı xoşbəxtdir ki, bugün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı. Prezident, Silahlı Qüvvələrin Ali Başkomandanı İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir. Nuray Qədirli, APA TV.